Hər kəsə salam. Bugün mən sizə 9 mart tarixində keçirilmiş buraxılış imtahanından olan bir sual izah edəcəm. Loqaritm 81-i biz yaza bilərik 3/4, 8 yaza bilərik 2 kubu, 9 yaza bilərik 3-ün kvadratı, 32 isə 2-nin 5-ci qüvvətdədir. Və alınan bu qüvvətlər kəsr şəklində loqaritmanın qarşısına keçir. Olur 4/3 loqaritm 3 və 2. Və 2/5 loqaritm 3, 2. Ədədi öz-özünə böləndə cavab 1 alınır. Ona görə də log 3, 2-ni log 3, 2-yə böləndə cavab 1 olaraq alınır. Və biz bunu yazmayacağıq. Bizdə qaldı 4/3-ü 2/5-ə bölmək. Bölmə olanda bizdə vurma olur və kəsr yerlərini dəyişir ikinci kəsr olaraq və cavabımız 0,3 alınır. Hansı sualı həll eləməyimi istəyirsənsə yorumlarda yazın.